Xalqımızın qədim ənənəsinə görə vəfat edən şəxsin ölüm tarixindən sonra gələn ilk bayram günü Qara Bayram adlanır. Bu gündə bəzi insanlar vəfat edən yaxınlarını yad etmək üçün qəbirstanlıqları ziyarət edir, məzarları təmizləyir, qəbir üstünə şirniyyat qoyurlar. Bəzi insanlarsa bu ənənənin israfa səbəb olduğunu iddia edir. Bəs bu ənənənin İslam dinində yeri nədir? İslam dinində belə bir ənənə qayda yoxdur. Bu məhsullar sonradan quşlar tərəfindən, vəhşi heyvanlar tərəfindən dağıdılır və məzarlıqda natəmizlik yaranır. Bu kimi şeylər həm israfçılıq baxımından günahdır, həm də qəbirstanlıqların bu vəziyyətə salınması İslamın buyruqlarına, ənənələrinə ziddir. Həzrət Peyğəmbər buyurur ki, məzarlıqlar axirəti yad etmək üçündür. İslam dini belə bir göstəriş vermir, İslama görə ancaq qəbir ziyarəti zamanı mərhumlar üçün Allaha dua edilməlidir, Allahdan bağışlanma dilənməlidir. Cəmiyyətimizdə belə bir inanc da var ki, qəbir üzərinə qoyulan qida məhsulları ehtiyacı olan şəxslər tərəfindən götürülür. Bəs İslam dininin bu inanca baxışı nədir? Qədim türk ənənələrində bu cür qida məhsulları qoyarmışlar ki, yoldan keçən dərvişlər və yaxud da ki, yolçular, çobanlar, çöldə qalmış hər hansı bir insanlar və yaxud da ki, heyvanlar gəlib ondan bəhrələnsinlər və sanki onun da savabı, necə deyərlər, o mərhumun ruhuna bəxş olunmuş bir xoşluq gətirmiş olar. Müasir dövrümüzdə artıq belə şeylərə ehtiyac yoxdur. Əgər kiməsə yardım etmək, kömək etmək lazımdırsa, bunu əyani şəkildə edirlər və qəbirstanlıqlarımız da artıq o qədim dövrdəki kimi deyil. Beləliklə aydın olur ki, bu ritualın kökləri qədim inanclara dayansa da, İslam dininə görə qəbir ziyarətində əsas olan mərhumlar üçün dua etmək, onları xatırlamaq və ruhlarına rəhmət diləməkdir. Buna görə də ən vacibi ölənlərin xatirəsini hörmətlə yad etmək və bu prosesdə israfdan çəkinməkdir.